Almaniyadakı Buchenwald əsir düşərgəsində 2-ci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycanlı əsirlərin xatirəsinə lövhənin açılışı olub. Azərbaycan və Alman dillərində hazırlanmış xatirə lövhəsinin açılışı münasibəti ilə Buchenwald Memorial kompleksində mərasim keçirilib. Mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Buchenwald və Mittelbau Dora xatirə kompleksləri fondunun direktor müavini Filip Neumann-Tayn, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Bu, indiyədək açılışı olan 4-cü xatirə lövhəsidir. Layihə Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə əsir düşərgələrində həlak olan həmyerlilərimizin xatirəsinin yaşadılması baxımından həyata keçirilir. Bu əsirlərin xatirəsinin əbədiləşdirilməsi bizim üçün bir missiyadır, bir borcdur və buna görə də Buchenwald Memorial kompleksi ilə 2 il ərzində danışıqlar apardıq. Həmin əsirlərin siyahısı müəyyənləşdirildi və məlum oldu ki, yüzlərlə Azərbaycanlı əsir burada saxlanılmış və qətlə yetirilmişlər. Bu işi bundan sonra da davam etdirəcəyik. Almaniyanın digər əsir düşərgələrində saxlanılan əsirlərimizin də xatirəsinin əbədiləşdirilməsi üçün fəaliyyətimizi davam etdirəcəyik.